Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənə mətbəxində. Mən bugün şəkər çörəyi hazırlayıram. Hamının evində sevilən şirniyyatdır. Bayram qabağı hazırlayıram ki, kimsə də faydalansın bu reseptimdən. Reseptin dəqiqliyinə yazacağım inşallah. Yağdır, şəkər pudrasıdır. Əlavə eləyirəm vanil, qəşəng mikserlə qarışdırıram. Şəkər pudrası olduğuna görə, yəni çox ehtiyac yoxdur qarışdırmağa. Şəkər tozunu əlavə eləyəndə biraz çox qarışdırırsan ki, şəkər tozu ərisin içərisində. Onu da əlavə eləyirəm. Qəşəng, yumşaq, ələ yapışmayan, rahat xəmir olur. Çox yumşaq eləmək olmaz. Bişəndə peçenli kimi əriyər, bütöv belə peçenli olar, quru. Çox da unlu eləmək olmaz. Onda da quru olar. Şəkər çörəyi elə bir şirniyyatdır ki, qaldıqca yumşalır, ləzzətli olur. Şirniyyat qaldıqca quruyur, şəkər çörəyi qaldıqca yumşalır. Bax, görürsünüz necə yumşaq gördüyünüz kimi xəmirdir, qəşəng. Ələ yapışmayan, yağlı, yumşaq xəmir alınır. Dəqiq reseptini yazacağım, o reseptlə eləyəcəksiniz, elə belə də alınacaq qəşəng. Qəşəng iki əlin ortası ilə belə fırladırsan, şəkər çörəyin alındırırsan da formasın. Üzərinə də yumurta çəkəcəm üzərinə, o əlinlə biraz çökəklik yaradırsan orada. Orada yumurta vurursan. Şəkər çörəyinin də bəzəyi, yaraşığı o yumurta vurmaqdır ki, onu şəkər çörəyi oxşatsın. Yumurta vurulmasa adi elə belə qurabiyə olar. Şəkər çörəyi heç vaxt oxşamaz. Hər şirniyyatın öz forması var, öz gözəlliyi var, bəzəyi var. Onları hökmanda eləyəsən. Şəkər çörəklərim pişdi qəşəng. Hazır oldu, qəşəng pambıq kimi yumşaq. Biraz qalandan sonra da bir 2-3 gün qaldıqca da yumşalır qəşəng. Ağzı qapaqlı qaba qoyursan. Uzun müddət qalır şəkər çörəyi, gec xarab olan şirniyyatdır. Qurumaq əvəzinə, əksinə qaldıqca yumşalır. Siz də inşallah əziz gün gəlir qabaqda hazırlayarsınız. Mənim əsl Bakı şəkər çörəyi reseptim də var YouTube kanalımda. İstəsəz ona da baxarsınız inşallah. Sağ olun, sağlıqla qalın.